Hər kəs salamlar. Mən Çingiz Pəhlivan. Deməli əziz dostlar, kökəlməklə bağlı fikir bildirmək istəyirəm. İzləyicilərim çox yazırdılar ki, Çingiz Pəhlivan o karbohidrat tozu nədir? Ümumiyyətlə hamısını sizə deyəcəm, amma videonun axırına qədər baxın, like verin, paylaşın, kanala abunə olun. Deməli əziz dostlar, mən də kökəlməkdə böyük bir problem yaşayırdım. Çünki mən genetik olaraq ektomorfam. Kimin telefonu deyə zibili söndür də dırt bilət. İmkan vermirlər söhbət danışmağa. Nədir? Kökəlməklə bağlı mənim də problemlərim var idi. Mən ektomorf genetikasındayam. Yəni bu ektomorflara aiddir. Yəni mən başqa insana, əgər zaten sən kökələ bilmirsənsə, özünü çabalayırsansa, sən deməli ektomorf genetikasındasan, ona görə kökələ bilmirsən. Ona görə qulaq as. Gedirsən qardaş, karbohidrat tozu alırsan. Karbohidrat tozu, whey, protein, nə bilim, gainer, gainbolik, mainbolik yox qardaş. Ancaq karbohidrat tozu. Dadsız da var, dadlısı da var, özünüz bilərsiniz. Karbohidrat. Burada mən almışam 10 kilosun, bizim puldan 35 manata sırf karbohidrat tozu. Karbohidrat tozu alırsan, 2 qaşıq, yekə qaşıqları var, o protein qaşıqları, o ilə eləyir 100 qram. Belə deyək də 100 qramında 450 kalori var. Çəkivə görə nizamlayırsan, nə qədər çox kökəlmək istəyirsənsə, o qədər çox qəbul etməsən. Amma yemək şərti ilə. Yəni proteindir, sonra karbohidratdır, proteindir, zülal, bütün hər şeyə fikir verin. Protein yəni zülal deməkdir Azərbaycan dilində. Yəni istəyirsən belə al, istəyirsən elə al, sən yenə də çörək yeməlisən. Çünki yemək imkan vermir telefon danışmağa. Söndürəcəm hep telefonu. Bu nə axmaq adamdır. Kimsə görürsən götürmür, zəng vurur, dırhadır. Yəni yemək yeməlisən. Tək tozla, protein tozu ilə, nə bilim karbohidrat tozu ilə kökələ bilmərsən. Yaxşı yemək yeyirsən, çörəklə deyək, 2 dənə zavod çörək yeyirsən, yemək yeyə. Ondan da istifadə etsən, qardaş, kökələcəksən. Məşq eləyəsən, bu şəkildə kökələcəksən. Bu dəqiqə mən, qardaş, 89 kilo yarımam, bax çəkim. 89 kilo yarımam. And ola bizi yaradan Allaha, qardaş, protein də almışam. Whey içəmədim, qustum aya, ürəyim bulandı. Whey ilə mındar imiş. 10 kilo whey mən hədiyyə verdim, getdi. İçə bilmirdim də, çox şirin idi, bal kimi şirin idi, içmək mümkün deyildi. O rədd elədim o. Özü bahadır onlar, bunları almaq da sərf eləmir, boş şeylərdir. Yəni ektomorflara aid olan bir şey deyil. Protein də ki, qardaş, sən qəbul edirsənsə, qidada qəbul eləməlisən protein. Əgər çatmırsa, əlavə protein tozu bəli, qatıb içə bilərsən. İdmanla məşğul olarsan, bir dəqiqə. İdmanla məşğul olacaqsan, əzələlərli olacaqsan. Eləməyib yeyəcəksən, qarnın çıxacaq. İdmanla məşğul olanda, qardaş, mən nədən istifadə edirəm? Amino esensial amino almışam. Başqa amino 9000, amino hardcore, boş şeydir, rədd edin o tərəf. Hamısı boş şeylərdir. Qardaş, amino esensial alırsan, əgər ektomorfsansa, amino esensial alırsan, kreatin alırsan, bir də karbohidrat tozu. Sırf karbohidratın tozu. Başqa şey lazım deyil. 100 qramında karbohidrat tozunun 450 kalori enerji var. Ektomorf üçün bir məsələn, mənim üçün günə 4500-5000 kalori enerji qəbul eləməliyəm ki, mənim çəkim artsın və çəkim standart qalsın. Yəni mən o enerjini qəbul eləməsəm, gedib zalda məşq eləsəm, enerjim düşür aşağı, bədəndə də güclüdür, axı metabolizm güclüdür. Yəni bədən daha çox tələb edir, çox enerji. Yəni ektomorf adamları Allah yaradıb qaçmaq üçün, dayanmaq, sən vəhşi kimidir də, yəni bir yerdə durmursan, sən çox enerjili insansan. Yenə də deyirəm, bu ektomorflara aiddir. Başqa genetikalar haqqında mən məlumat verəmmərəm, çünki mən özüm ektomorfam, öz genetikama aid dərindən bilirəm. Bu qaydada dostlar, yəni mənə sual verirdilər ki, karbohidrat tozu. Gündə də ki, qardaş, 3 dəfə. Neçə dəfə yemək yiyirsən, hər yeməkdən sonra düzəldirsən yarım litr. Yarım litr suya qatdın, qarışdırdın, içdin. Tam suda yoxa çıxır, görürsən suya qarışır, görünmür də, belə toz kimi olmur. İçirsən.
3 dəfə. Mən elə bir günə 100, 200, 300. Günə 300 qram mən ondan alıram. 300 də vuranda düzdür 1200, hardasa 1400 kalori ondan alıram. Qalan yerdə qalan 3000 kaloridir, 2500 kalorindəki yediyim qidalardan, çörəkdən, nə bilim, makarondan, spagettidən, bunlardan da yeyirəm də. Mən tək o ilə qidalanmıram ki, bunlardan alıram 4000, 4500, elə olur 5000, elə olur hətta 6000 kalori günə almışam. O baxır mənim yediyim qidalara. Amma çalışıram ki, 4000-dən aşağı salmayayım. Və normal çəkim var. 3500 ilə də yola vermək olar, 3500 kalori ilə, amma yəni mən sirkdə hər gün işləyirəm yenə, ona görə 4000. Normaldır. İşlətdiyim enerji gedir, yerdə qalanın da ki, üstünü düzəldirib, qutardı getdi. Yox, mən məşqə gedəndə, zala gedəndə gedib saatlarla məşq eləməyin mənası yoxdur. Həftədə 3 dəfə məşq edirsən, poyunu bəs edir. Ehtiyac yoxdur. Mən də işləyirəm deyənə həm işləyirəm, indi də Allah qoysa fevralın 2-si ya da 3-ü burada zala yazılacam, Cancun şəhərindəyəm. Gedəcəm zala, məşqimi eləyəcəm, qutardı getdi. Hələ ki 10 gündə, 11 gündə istirahət edirəm, məşq eləmirəm, amma səhnə üçün çıxanda, məsəl üçün, hardasa 11-12 gündür mən zala getmirəm, əzəlləri görürsünüz dostlar, nətərdir. Əzəllər hələ də yerindədir. Amma yəni o xamut var, burada rezinim var. Bununla işləyirəm. Yəni əzələrini pump edirəm, qızışdırıram ki, bədən xamlamasın. Qutardı getdi, bomba kimi çəki artır. Hədəfimdə çoxdur, amma mən 100 kilo üçün gərək 6000-6500 kalori qəbul edeyim günə. O da ki, pul söhbəti var. Çox dəyişə, çox pul aparan bir şeydir. Görək də 90 kilo, 90 mən pulunu bəs edir. Mənə ehtiyac yoxdur çox böyük. Lord Qarın belə o da istəyir. Mən istəyirəm qəşəng səliqəli görünsün. Pulunu bəsimdir. Başqa nə deyə bilərəm sizə? Başqa nə sualınız olsa yenə yazarsınız, sizi cavablandıraram. Qiyməti də ki, Azərbaycanda onu yazırlar, necə bilmirəm qardaş. Mən Azərbaycanda işlətməmişəm. Mən də o vaxtda avam kimi deyirlər V al. V-yə alıram qardaş. Ürəyim bulanır, içmək olmur, adamı öcüdür. Protein içsən kökəlmirsən, onu edirsən kökəlmirsən. Buna qardaş budur. Yolu budur. Ya gündə 4 dənə, 5 dənə zavod çörəyi yeməlisən, ya da əvəzinə onu eləməlisən. Qutardı getdi. Yəni bunun başqa yolu yoxdur. Onda insan nə qədər yeyəsən, qardaş, bu yemək, adam o qədər də çox yemək yeyəndə mədəsi ağrıyır, bağırsaqlar yorulur, insan bədən ucu mədəyə ziyan da o qədər çox yeməkdir. Az da yeyirsən kökəlmirsən. Belə. Yenə də deyirəm, kanala abunə olmağı unutmayın dostlar, dəstək olun. Belə suallarınız olanda verin, idmana aid mən də bacardım köməkliyi, bildiyimi paylaşacağam, bilmədiyim şeyi demirəm. Əgər cavab vermirəmsə, deməli mən bilmirəm onu. Öpürəm, sağ olun.